Hər şey fərqində olmaqla başlayır. Bəs fərqindəlik nə ilə başlayır? Hər birinizi salamlayıram Cəmiyyətin Nəbzinin dəyərli izləyiciləri. Hər birinizi xoş gördüm. Bugünkü qonağım və həmsöhbətim klinik psixoloq Nərgiz Hüseynovadır. Xoş gördük Nərgiz xanım. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Nərgiz xanım, ümumiyyətlə bu günləri mövzumuz daha fərqli bir aspektdir sanki. Hər kəsin bilmədiyi, hər kəsin belə desək, maraqlı olsa belə içində gizlətdiyi qaranlıq bir kölgə kimidir. Belə başlamaq istəyirəm ki, insan ruhu nədir və insan ruhunda hansı yaralar var ki, onun həyatına təsir edir və hansı izlər qoyur? Fərqində olmaq əsasdır indiki zəmanədə. Çünki bizim idarə edən bir şuur var və bir də 90% idarə edən şuuraltı var. Biz bunu müxtəlif adlandıra bilərik. Həm ruh deyə bilərik. Yəni şuuraltı deyilən bir şey bir gizli, bir sirli bir şey deyil əslində. Əslində bizim atalarımızdan, analarımızdan və bizim öz həyatımızda yaşadığımız hər hansı travmatik situasiyalardan və yaxud yaxşı situasiyalardan yaranan bir hissəmizdir ki, o 6 yaşa qədər formalaşır və 6 yaşdan sonra yığdığımız təcrübələrlə bizi həyatda idarə eləyir. Bəs 6 yaşa qədər biz hansı proseslərdən keçirik ki, siz saydınız da, indi dediniz ki, bəs 6 yaşa qədər müəyyən şeylər keçiririk. Anadan gələn travmalar, atadan gələn travmalar. Bəs bu 6 yaşa qədər hansı aspektlər formalaşır? Yeni psixosomatikada proqramlaşdırma dövrü var. Hansı ki 9 ay biz hələm bətnə düşməmişdən öncəki period, 9 ay anamızın hamiləlik dövrü və ondan sonraki 1 il bu proqramlaşdırma dövrü adlanır. Və bu dövrdə həm atanın, həm də ananın nə yaşadıkları, nə hiss etdikləri bizə kod olaraq kodlanır və proqramlaşdırılır. Və bundan sonra bizim həyatımız bununla davam edir. Ondan sonra biz həyatımızda da müəyyən mərhələləri keçirik, öz təcrübələrimizi yığırıq. Amma bu ana bətnində və o 33 aydakı kodlama, proqramlaşdırma dövrü bizim həyatımız boyu döngülərlə davam edir. Və bu 6 yaşa qədər olan dövr isə xüsusilə vacibdir. Çünki o dövrdə uşağın beyni təmiz olur, şuuraltı, yəni bir proqramı götürüb və 6 yaşa qədər hələ ki analitik beyin inkişaf etmədiyinə görə beyin süngər kimi hər bir şeyi özünə çəkir. Və sonra həmən o başa düşdüyü, anladığı o fikirlərlə, hisslərlə irəli həyatında bunları həyata keçirməyə başlayır. Sual ola bilər ki, niyə görə belə baş verir? Çünki bizim beynimiz, biz dünyaya gələrkən bizi qorumaq funksiyası var. O əlindən gələni eləyir ki, biz həyatda sağ qalaq, təkamül edək. Yəni bu proses hamısı belə təkamül üçün Baxın, gedir. çox qəşəng bir mövzuya toxundunuz. Deyirsiniz ki, beyin insanı qorumaq üçün müəyyən addımlar atır. Bəli. O addımlardan ən önəmli hansıdır? Ən önəmlisi? Ən önəmlisi həyatda qalmaq. Çünki biz təkamül etməliyik. Biz inkişaf etməliyik. Təkamül prosesi gedir bütün bu planetlər üzrə, kainat üzrə və biz həyatda sağ qalmalıyıq ki, yeni nəsil ötürə bilək. Ona görə beyin bizi hər bir əlində olan imkanlarla həyatda saxlamağa çalışır. Bu bizim üçün ola bilsin pis, heç də yaxşı bir travmatik situasiyalar olmaya bilər. Həyatımızda olan heç də neqativ, çox da yaxşı hadisələr olmaya bilər, amma bu hadisələr bizim həyatımızda davam etməyə başlayır. Çünki bizim bir proqramımız var. Ata-anamız əgər bununla həyatda sağ qalıblarsa, beyin ancaq bu proqramı gedir. Ona əgər digər proqramı təklif edirsənsə, yəni sən burada dəyərsizlik duyğusu yaşayırsan, bu tərəfə keç. Adam deyir ki, mən axı bilmirəm orada nə ola bilər. Ona görə bunu ilə yol alır. Aha, biz ümumiləşdirək ki, onda bunu 6 yaşa qədər olan bütün hadisələr bizim həyatımızda önəmli bir rola sahibdir. Bəli. Bəs biz bu 6 yaşa qədər hansı travmalarla üzləşirik və bu travmaların nəticəsi nədir? Yəni nəticədə nə baş vermə ehtimalları var? Məsələn, ehtimalları sadalaya bilərsiniz, hansı pozuntularla qarşılaşa bilərik biz? O dediyim proqramlaşdırma dövründə əgər belə oradan başlayaq ki, ata və yaxud ana uşağı istəmirlərsə, məsəl üçün ana gəlir deyir ki, mən hamilə qalmışam və ata deyir ki, bu uşaq bizə lazım deyil. Və yaxud qəza ilə hamilə qalmış insanlar və yaxud digər uşağı istəməyən uşaqlarda artıq dəyərsizlik kodu formalaşır. Və o həyatını yaşadıkca bu dəyərsizlik duyğularına dəfələrlə üzləşir. Və həmçinin də burada tərk edilmişlik, məsəl üçün hissləri ola bilər, ananın südü olmayanda və yaxud uşaq tək qalanda ən güclü kodlardan biri tərk edilmişlik hissidir. Bu da hər bir şeylə tətiklənə bilər. Atanın, ananın istəmədiyi hissələrlə ondan sonraki həyatımızda məsələn doğulduq, məsəl üçün ana işə çıxmağa məcburdur.
tərk edilmişlik sayılır və yaxud ana, ata uşağa baxa bilmirlər, ötürürlər, nənə-baba baxır. Bu da tərk edilmişlik sayılır. Hər hansı bu məqamlar varsa, bizim beynimizdə kodlana bilər və gələcəkdə bu tərk edilmiş hissi ilə biz təkrar-təkrar döngülər yaşaya bilərik. Burada həm xəstəliklər qazana bilərik, həm kilo problemi ilə üzləşə bilərik. O baxır insanın necə qəbul etməsinə, ruhun necə qəbul etməsinə. Məsələn, elə insan var ki, ata-anası, məsələn, anası 8 aylığında atıb gedib, məsəl üçün, o kilo almaya bilər. Amma elə insan var ki, o məhz kilo ola bilər. Yəni bu kilo almayan insan başqa bir travma ilə gedə bilər, dəyərsizlik duyğusu ilə gedə bilər. O baxır bizim ruhumuzun necə qəbul etməsindən asılıdır. Baxın, çox gözəl bir mövzuya toxundunuz, kilo mövzusuna. Elə hal-hazırdakı mövzumuz da bundan asılı bir mövzudur. Mən yeyə bilirəm, amma, kilo ala bilmirəm. Çox yeyirəm, kilo ala bilmirəm və yaxud da heç yemirəm, kilo alıram. Mən havadan kilo alıram. Belə sözlər çox eşidirik də Bəli. ətrafımızdan. Bəs bunun səbəbi nə ola bilər məsələn? Bu hansı situasiyalardan qaynaqlanır? Nə olduqda necə olur? Deməli, bizim beynimizdə 3 funksiya var. Qaç, don və savaş. Əgər biz ya kökəlirik və yaxud heç kökələ bilmiriksə, bu problem həmən dediyim dövrlərlə əlaqəli ola bilər. Məsəl üçün, əgər ata və yaxud ana uşağı abort etmək istəyirsə, burada artıq bir gizlən proqramı ola bilər və o insan həyata doğulur, sonra nə qədər eləyir, kilo ala bilmir. Bu gizlən proqramı ilə gedir. Yəni mən balaca olum ki, gizlənim məni öldürməsinlər. Və yaxud uşaq doğulub həyatda bir neçə ildən sonra ana xərçəng xəstəliyinə tutulur, ana rəhmətə gedir. Ata yenidən evlənir. Bu xanım da uşağa çox yaxşı baxmağından asılı olmayaraq o xanım da rəhmətə gedir xərçəng xəstəliyindən. Və uşaqda belə bir funksiya var ki, mən balaca olum, gizlənim ki, həyatda qalım. Yəni bu kimi psixoloji şüuraltı travmatik situasiyalarla dəfələrlə üzləşmişik. Sanki insanlar öz ölümünü hazırlayırmış kimi bir tərzdir, yoxsa necə? Bizim beynimizdə 2 savaş funksiyası var. Biri savaş, biri isə gizlən. O savaş halı kişi enerjisidir. O kişi enerjisində insan kökəlməyə başlayır ki, bir zireh alsın, bir qalxan alsın, bir enerji olsun ona. Yəni kişi enerjisi nədir? İşləmək, gətirmək. Ya bu kişi enerjisidir. Bir qorunmaq. də var qadın enerjisi. Qadın enerjisi isə o gizlənmək, o deyirsiniz balacalaşır insan, böyüyə bilmir. Bu o deməkdir ki, o həmən o qadın enerjisində savaşır. Orada da savaşır. Yəni əgər biz kökəlirik və yaxud arıqlayırıq, kökələ bilmiriksə, bu deməkdir ki, insan hər hansı bir savaş halındadır. Və bu savaş halında da nə qədər istəyirsə, o ürəkdən arzulayırsa, məsəl üçün arıqlamaq istəyir, diyetalara oturur, hər hansı bir indi iynələr vurdururlar özlərinə və yaxud əməliyyatlar eləyirlər və bu əməliyyatlardan bir neçə vaxt sonra görür ki, insan yenidən kilo almağa başlayır. Bəlkə də qarın bölgəsində kilo almayacaq, amma kilolar bura yığılır. İstəyirsiniz bu hissələr insanlarda böyüyür. Nə üçün? Çünki burada həmən o proqram dəyişdirilmədi, kök tapılmadı, səbəblər aşkara çıxarılmadı. Sadəcə fiziki olaraq bədənə hücum etdilər və həmçinin sizə deyim ki, o bədənə hücum edəndə də yenidən bədən üçün bu bir təhlükədir və bu təhlükə olduqca bədən yenidən savaşmağa başlayacaq və yenidən həmən o kilolarını bərpa edəcək. O zaman biz deyə bilərikmi ki, bədən stressə düşəndə davamlı olaraq yemək yeyir? Bədən stressə düşəndə elə insanlar var ki, yemək yeyəcək, kökələcək, elə insanlar var ki, əksinə yeyə bilməyəcək, arıqlayacaq. Həmin o dediyim gizlən halında olacaq. Funksiyasına keçəcək. Bəli. Bir də məni çox narahat edən bir mövzu var. Biz bunu ümumiləşdirdik onsuz da ki, mən çox yaxşı, yəni başa düşdüm, çox yaxşı izah elədiniz. İzləyicilər də düşünürəm ki, çox yaxşı başa düşdü. Bir bunu ümumiləşdirmək istəyirəm ki, anladığım qədərilə bizim müəyyən funksiyalarımız var. Yəni bir savaşmaq, bir də gizlənmək funksiyasıdır və hər şey bu savaşın üzərinə qurulub. Mən belə anladım, yəni düzgün anladımsa. Və mən ümumiləşdirib keçmək istəyirəm digər bir mövzuya. Mən bunu daha çox sosial şəbəkə aspektindən də baxacağam. Baxırıq ki, ekranlarda arıq, fərqli cür bədən quruluşlu insanlar və yaxud da son zamanlar bədən şəkilləndirməyə gedən insanlar var. Kök insanlar və yaxud da çox arıq insanlar buna baxırlar və elə düşünürlər ki, ideal bədən fiqurası budur və ideallaşdırılmış müəyyən bədən fiqurları var. Və bu heç xoş bir mənə görə görüntü deyil də. Hər kəsin eyniləşdirilməsi bəs necə təsir edir bu kökəlməyə və yaxud da arıqlamağa? Əslində bu nə vaxtdan başlandı? Mən səbəblərə biraz daha geriyə gedim.
Barbie kuklaları ortaya çıxdı. Bir çox indiki nəslin uşaqları, qızları həmən Barbie kuklaları ilə böyüdü, gəlinciklərlə böyüdü və ideal fiqura, ideal bədən Barbie'nin fiqurası sayılır. Ona görə də insanlar daha çox həmən o gözəlliyə özlərini, ya gözəlliklər üçün əməliyyatlar elədilər, nə bilim, müxtəlif cür bədənlərinə hücumlar, təzyiqlər etdilər. Və nə gətirəcək bu insanların beyninə? Yəni eyniləşdirilmiş fiquralar, eyniləşdirilmiş üzlər. Biz indi görürük küçələrdə və yaxud Bəli, həyatımızda burunların rastlaşırıq. hamısı Eyni yuxarı, tipli dodaqlar insanlar şeklində. və bunlar gözəllik ilahəsi kimi göstərilir ki, gözəl insan bu olmalıdır. Amma burada nə itir? İndividuallıq itir. Baxırsan ki, hamısı bir-birinə, həmin o Barbie kuklaları kimi bir-birinə oxşamış insanlar meydana gəlməyə başladı. İnsanlar o Instagramda və yaxud digər sosial şəbəkələrdə ancaq o filtrlarla şəkil çəkdirməyə başlar. İnsanlar özlərini bəyənməməyə başlayırlar və bu da insanda daha çox özünə inamsızlıq, özgüvənsizlik, özündən utanc, yəni bu kimi şeyləri gətirib çıxarda bilir. Bəs sosial şəbəkə bunu bilərəkmi edir? Ən önəmli sual. İnsanlar bunu bilərək edir. Məsələn, mən sosial şəbəkədə çox görürəm, TikTokda xüsusən TikTok platformasında belə şeylər çox olur. Və çevirdikcə görürəm ki, qarşıma çıxır, bir qız paylaşır ki, məsələn, digər elə bil həmcinslərini alçaltmaq üçünmü edir, yoxsa daha çox izləyici yığsınmı deyə edir. Belə bir paylaşım etmişdi biri. Mən yeyirəm, kökəlmirəm, amma o qız yemir, kökəlir. Mən anlaya bilmirəm də, yəni bunu nə üçün bilərəkdənmi edirlər, yoxsa bilməyərəkdənmi? Beynimizin belə bir funksiyası var, imprinting. Biz nə görürüksə onu özünküləşdirmək istəyirik. Bu uşaqlıqdan belədir. Məsəl üçün biz atamızın, anamızın davranışlarını şuuraltı olaraq götürürük. Nə sayəsində? Həmən imprinting. Elə bil ki, nə olur? Bizim beynimizə yazılır. Eləcə də əgər həddindən artıq çox belə informasiyalar varsa, məsəl üçün gözəllik bir aralar gözəllik simvolları ancaq arıq xanımlar idi. İndi bəlkə də biraz tendensiya dəyişib, amma bir ara hamı arıq olmalı idi. Yəni ki, o modelləri də arıq göstərirdilər. Bu yavaş-yavaş gedən bir prosesdir, amma bizim beynimizə oturan prosesdir. Həmən o imprinting sayəsində. Yəni sadə dillə desək, insanları bununla hipnoz etdilər. Yəni gözəllik belə olmalıdır, arıq olmalısan, bu kimi. Düzdür, sağlamlıq baxımından bəli, insan müəyyən özünə uyğun çəkidə olmalıdır. Amma o demək deyil ki, hamı arıq, uzun, yəni fiquralı, yəni başqa yəni hər insanın individuallığı olmalıdır. Bir də məsələn çox absurd bir mövzudur bu. 16-cı, 17-ci əsrdə Osmanlı padşahları daha çox kök və dolu qadınları sevərkən, hal-hazırda yəni insanlar daha arıq və incə qadınları sevir və yaxud da bəziləri hələ də dolu qadınları sevir. Bu, yəni insanlara başa salınmalıdırmı, izah edilməlidir, bilmirəm. Amma məncə hər kəsin özünə xas bir gözəlliyi olmalıdır. Həqiqətən sizin fikirlərinizə çox qatılıram. Və bir də mən əslində bilmirəm, bunu əvvəlmi soruşmalıydım, indimi soruşmalıyam. Bunun nəyə görə belə deyirəm? Çünki bu biraz qarışıq mövzudur və hər şey biraz-biraz bir-biri ilə əlaqəlidir. Belə bir sualım var ki, valideynlər o bizdə uşaq vaxt çox deyirdilər də, məsələn, boşqabında qalıb ye onu, axıra qədər yeyəcəksən və yaxud da zorla gəlirsən, arxanca qaça-qaça ki, bunu ye, bir dənə bunu ye, sonra gedərsən. Baxın, bunlar hansı fəsadlar törədə bilir bizdə? Bundan əlavə sizin dediklərinizə qatılıram. Bundan əlavə yemək yesən sənin üçün bunu alacam. Yemək yesən səni gəzməyə aparacam. Bu kimi fikirlər insanın beyninə oturur və yeməkdən sonra bir ödül varmış kimi beyninə hipnoz edilir və ondan sonra insan o tərzdə yeməyə başlayır. Yeməkdən sonrakı bir ödül kimi kökəlməyə başlayır. Ödüllənmə prosesi necə gedir? Bizə deyirlər ki, hər hansı bir yeməyi ye və səni gəzməyə aparacam. Hər hansı bir yeməyi sənə filan şey alacam və yaxud telefon verirlər, insan başlayır yemək yeməyə. Yəni ki, yemək bir ödül kimi beyində oturtdurulur. Ona görə gələcəkdə hər hansı bir stres situasiyasına düşəndə insan başlayır yeyir ki, həmən o ödül alacaq. Bu kimi beyində proses gedir. Çox gözəl mövzuya toxundunuz. Lap deyirəm 12-dən vurdunuz da tüklərin sözü olmasın. Siz deyirsiniz ki, telefonla baxmaq məsələsidir. Mən son zamanlar uşaqlarda çox müşahidə edirəm ki, telefonu qoyurlar qabağına, uşağa yedizdirirlər, uşaq telefonsuz yemək yemir. Bu kökəlməyə nəsə bir pis təsir göstərirmi, göstərmirmi? Onu bir açıqlığa qovuşduraq. Əgər biz nəyəsə baxaraqsa yeyiriksə, o zaman doymağımızı hiss etmirik. O qarşıdakı o qədər bizə maraqlıdır ki, biz yedikcə özümüzü yaddan çıxardıq və qarşıdakı o bizim başımızı qatan bir şeylə başımız qatılır və biz artıq yediyimizin fərqinə varmırıq.
və həmçinin də yemək həmin o baxdığımız hər hansı bir informasiya ilə bir yerdə bizim bədənimizə oturur və aşırı yeməyə gətirib çıxardır. Yəni özümüz də özümüzü başa düşmədən, fərqində olmadan yeməyə başlayırıq. Məsəl üçün ölçüsüz yeməkdən bayaq danışdıq. Bir xanım var idi, mənə müraciət etmişdi və deyirdi ki, mən 100 kiloya qalxıram, 90-a endirirəm özümü hərəkətlərlə, idmanla və yenidən bir neçə müddətdən sonra yenidən 100-ə qalxıram. Biz onun uşaqlığında olan travmatik situasiyalarla işlədik. Anasının ona şiddət göstərməsi, bütün aqressiv hadisələri işlədik və ondan sonra o mənə belə bir geri dönüş etdi ki, deyir, mən əvvəllər yeyəndə, çörək yeyəndə, yemək yeyəndə bir oturma, bir buxanka çörək yeyirdim. Yəni tam bir çörəyi bir oturma yeyirdim. Amma indi deyir mən yemək yeyəndə, mən götürürəm və fərqindəyəm ki, mənim nə qədər lazımdır. Nə qədər mən çörək yeyə bilərəm. Artıq qədər bilirdi ona görə. Artıq bəli, o qədər, amma ondan qabaq o emosional boşluğunu doldururdu, aqressiyanı, o şiddəti doldururdu. Yəni o dediyimiz o ölçüsüz yemək, yəni belə də ola bilər. Həmçinin o siz dediyiniz kimi uşaqlıqdan hər hansı bir ödül, yedinsə al sənə ödül və yaxud digər hər hansı bir hadisələrlə beynimizdə otura bilər. Nərgiz xanım, biz kilolu insanlara toxunmuşduq. Mən az öncə də sosial şəbəkədə olan bir mövzulara belə desək fikir bildirdim. Amma bunun bir başqa tərəfi də var. Sanki kilolu insanlar ya da ki arıq insanlar bunu bir belə desək şans kimi istifadə edir, yoxsa nəsə bir əlində bayraq kimi tutur? Mən kökəm, özüm bilərəm, yaxşı eləyirəm, mən kökəlmişəm, hə mən beləyəm, bitdi. Ya da ki, arıq insan deyir ki, hə mən belə gözələm, hə onsuz da gözəllik arıqlıqdır. Yəni bu düşüncə ilə ilahiləşdirmə var. Bəs bunun hansı travmatik səbəbləri ola bilər? Bu hardan qaynaqlana bilər? Əslində müxtəlif səbəblər ola bilər burada və insanın müqaviməti də ola bilər və yaxud insana uzun müddət deyiblər ki, sən köksən, arıqla biraz. Bu insanda biraz müqavimət yaradır. Və insan artıq o tənqidlərdən bezəndən sonra buna deyirlər siluet konflikti. İnsan güzgüyə baxır, özünü bəyənmir və qıraqdakı adam da buna deyəndə daha da bir zireh geyinir və heç cür arıqlaya bilmir. Çünki əgər qıraqdakı insan bizə hər hansı bir söz deyirsə ki, sən kökəlmisən, arıqlamaq lazımdır filan, bu insana qarşı bir zərbədir. Və zərbə olanda bizim beynimiz avtomatik olaraq bizi qoruma funksiyasına salır və biz təzədən həmən o zirəhi yığırıq. Və yaxud özüm səhər-səhər güzgüyə baxıram və deyirəm ki, qarnım çox böyükdür, paltar əynimə pis görsənir filan, bu kimi sözlər. Bu kimi sözlər dedikdə biz artıq özümüzə bir şillə vurmuş oluruq. Və biz bir şillə vuranda bizim beynimiz nə edir? Bizim beynimizin əsas funksiyası nədir? Bizi həyatda saxlamaq, bizi qorumaq. Bizi qorumaya alır, bizi daha da kökəldir və daha çox ora hormonlar göndərir ki, bizi müdafiədə saxlasın. Yəni, əgər biz kökəliriksə, o deməkdir ki, bizim ruhumuz zəifləyib, gücsüzdür və beyin bunu nəzərə alaraq bizi kökəltməyə başlayır. Yəni belə başa düşdüm ki, kilolar bizim zirehimizdir. Zirehimizdir, qalxandır, bəli. Bizi həyatda qorumaq üçün, həyatda saxlamaq üçün bir zirehdir. Ona görə baxmaq lazımdır ki, nə hadisə baş verdi ki, sən özünü bu zirehə aldın. Məsəl üçün biz bu yaxınlarda təlim keçiririk, hələ təlim bitməyib. Artıq sənə lazım olan çəki. Əslində sənə lazım olan çəki çox maraqlı bir addır. İnsanlar fikirləşə bilər ki, sənə lazım olan çəkiyə gəlib çıxacaqsan. Amma xeyr, bunun mənası başqadır. Yəni sənin bədəninə lazım olan çəkidəsən sən hal-hazırda. Bunun bir izahı var. Məsəl üçün bir xanımı biz orada diaqnostika etdik. Soruşuruq, ilk sualımız odur ki, nə vaxtdan sən çəki yığmağa başladın? Deyir ki, mən hamiləlikdən sonra, yəni doğuş edəndən sonra kökəlməyə başladım. Bəli, normal insan üçün psixologiyadan, artıq çəkidən, psixosomatikadan xəbəri olmayan insan üçün məhz belə fikirləşmək doğrudur. Amma axtarıb tapanda biz baxdıq ki, bunun hamiləlik dövründən sonra, bu doğuşdan sonra bunun qardaşı rəhmətə gedib. Və o həmən yası saxlamaq üçün anasının yasını, öz yasını saxlamaq üçün bədən özünü qorumaya alır. Və biz bunu döngülərə böləndə, yəni bunun xüsusi qaydası var döngülərə bölmək. Döngülər böləndə uşaqlıq yaşına düşdük və dedim sən bu yaşda nə keçirtmisən, nə ailənizin nə itkisi olub? Və xanımın yadına düşdü ki, o zaman da onun bir qardaşı olub, hansı ki onurğasında problem olub və o zaman da ölüb, rəhmətə gedib, vəfat edib. Yəni 2 dənə yas proqramı var. Biz elə bilərik ki, adi insan düşünəcək ki, doğuşdan sonra oldu, normal olaraq belə düşünəcək, amma içəridə 2 dənə yas var. Bu yaslardan özünü qorumaq üçün və yaxud anasının yasına qatılmaq üçün insan kilo ala bilir, bunu zireh kimi özündə saxlaya bilir, fərqində olmadan.
Nərgiz xanım, aydınlatdığınız üçün bir daha minnətdaram. Bir də bunun, belə desək, problemli insanlar olan tərəfi ilə yanaşı, problemsiz insanların da sadəcə belə deyək də, problemsizlə cəhətləndirəm, kilo almaq problemi olmayan Hı insanlardan hı. danışıram. Belə adi həyati problemlər yox. Baxın, orda, kilo alan insanlar var dedik ki, bir də kilo almayan insanlar var. Bəs problemlər nəticəsində heç kilo almayıb dəyişən insanlar varmı? Problemlər nəticəsində heç kilo Heç almayıb kilo almır, dəyişən sadəcə dəyişmir, amma problem yaşayır. Bəs o özünü necə göstərir digər insanlara? xəstəliklər formasında ortaya çıxa bilər, həyat hadisələri formasında ortaya çıxa bilər. Məsəl üçün, o bayaq dediyim xanım 8 aylığında anası atıb gedib, amma adam kilo yığmayıb. Çox arıq qızdır. Amma onun həyatına elə bir insan gəlir ki, həmən hadisələr ona təkrar yaşadır. Həmən o döngüləri ki, o uşaqlıqdan ki alıb, eyni hadisələri ona yaşadır. Və yaxud elə insan var ki, bunu xəstəlik kimi götürə bilər. Məsələn, əgər məni atıblarsa, biri kökələcək, biri isə ekzem olacaq. Bədənində hər hansı bir yerində ekzem olacaq. Çünki ekzemalar, allergiyalar bunlar ayrılıq göstərən travmatik situasiyalardır. Önəmli bir nüansa da toxunmaq istəyirəm ki, kilolu insanlara və daha arıq insanların ətrafına hansı tövsiyəni verərsiniz ki, onlara necə davransınlar? Düzgün davranış qaydası nədir? İlk növbədə kilolu və yaxud kökələ bilməyən insanın özünün fərqindəliyi çox vacibdir. İkinci növbədə, həmən dediyim siluet konflikti var, hansı ki, insan güzgüyə baxanda özünü bəyənmir. Bunun yerinə kilolarım mənə hardan gəldi? Niyə bu kilolardan qurtula bilmirəm? Nə yeyirəm, kökəlirəm düşünmək yerinə kilolarım mənə nəyi göstərir? Bu sualı versinlər. Harda tərk edildim? Harda atıldım? Harda ayrıldım? Harda travmatik situasiyam var? Harda şiddət aldım? Harda hər hansı bir yasım var? Bu sualları verərək özlərinə fərqindəlik qazana bilərlər. İkincisi, həmən o siluet dediyim konflikt, özünə baxarkən özünə neqativ şeylər deməsinlər, neqativ sözlər deməsinlər. Bu nədir? Mən bəyənmirəm, güzgüyə baxa bilmirəm. Bu zaman dediyimiz kimi bədənimiz şillə alır və yenidən kökəlməyə başlayır. Əksinə, bugündən başlayaraq mən yağlarımı sevirəm. Hətta əllərini belə eləyib bir enerji yığa bilərlər, həmən o bölgəyə qoya bilərlər. Artıq başa düşdüm sən mənə nə demək istəyirsən. Sən mənə hər hansı bir travmatik situasiya kimi məni qorumaya başlayırsan. Bu qoruyursan, çox sağ ol, təşəkkür edirəm. Yəni 30 gün mən bu təlimə qatılan iştirakçılara bunu tövsiyə etmişəm ki, 30 gün yağlarınızı sevəcəksiniz, özünüzü qucaqlayacaqsınız. Bədən sevgi ilə şəfalanır. Belə deyəndə gülməli gəlir, amma həqiqətən içinə girəndə çox, belə qalın bir şey bizi gözlədiyini görürük. Qalın bir, belə desək, sərhədi olan bir şeyin bizi gözlədiyini görürük. Həqiqətən, kilolar təkcə, belə desək, ətdən, piydən ibarət deyil. Hı hı. Həqiqətən ruhdan ibarət imiş. Mən bunu sizlə Bəli. söhbət etdikdən sonra daha yaxşı anladım. Həmçinin beyin niyə görə kilo ilə bədəni böyüdür? Niyə görə əzələ ilə, sümüklə böyütmür? Çünki yağı daşımaq asandır. Yağ çox enerji saxlayır. Yağ yüngüldür. Yəni bu kimi şeylərə görə beyin öz funksiyasını əslində düzgün yerinə yetirir. Bizi qorumaya alır. Sadəcə bizim işimiz onun fərqinə varıb beynin bizə nə deməyini anlamaqdır və bunu hardakı problematik situasiyalarımız var, onları həll etməkdir. Təbii ki, terapiya yolu ilə. Siz qeyd eləyirsiniz ki, bəs əzələ yığmaq mövzusuna daxil oldunuz burda. Bəs əzələ yığanlar, bəs onlar nə edir? Yəni onu nə üçün edirlər? Nəyin istəyidir bu? Yəni idmanla məşğul olub Bəli, əzələ bəli, yığan bəli. insanlardan söhbət gedir. İdmanla məşğul olmaq çox gözəl bir şeydir. Amma bir var ki, insanlar ifrat dərəcədə idman edir. Məsəl üçün, əzələlərini yığıb, amma bununla barışmır, yenidən. Bu da bir dəyərsizlik və özünü sübut etmək duyğusudur əslində. Burada da insanlar baxmalıdır ki, əgər aşırı idman edirəmsə, demirəm, yəni normal idman əlbəttə ki, hamımız etməliyik. Çünki bizim bədənimiz aktiv olmaq üçün gəlib. Yəni biz insanlar, heyvanlar necə hərəkətlidirlər, balaca uşaqlar necə hərəkətlidirlər, böyük insanlar da hərəkətli olmalıdır. Amma bir də var ki, aşırı aktivlik, aşırı, yəni əzələ yığır, yenidən daha böyük olmaq istəyir, daha böyük olmaq. Bu da içəridə hər hansı bir savaşın getdiyini göstərir. Nərgiz xanım, bəzən, biz çox arıqlayırıq və yaxud da çox kökəlirik ya da arıqla kökəl, arıqla kökəl. Bu, belə desə, algoritmada davam eləyirik. Bəs bu hansı fəsadlara yol aça bilər? Bizim bədənimizdə hansı, belə desək, fərqliliklərə yol aça bilər? Hansı xəstəliklərə yol aça bilər? Əgər, biz kökəlirik, arıqlayırıq fərqində deyiliksə və insanlar müxtəlif, iynələrdən, dərmanlardan istifadə edirlərsə, əlbəttə ki, bu hər hansı bir xəstəlikləri mütləq ki, gətirib çıxaracaq.
Məsəl üçün bulimiyalar var, anoreksiyalar var və yaxud şəkər xəstəlikləri var. Yəni müxtəlif qarmonlarla əlaqədar olan digər xəstəliklər də var. Və mən sizə deyim ki, bulimiya, anoreksiyada, həmçinin şəkər də psixosomatikdir. Bulimiya və anoreksik insanlar əslində daha çox ana ilə bağlı travmatik situasiyalar yaşamış ola bilirlər və yaxud taciz, təcavüz nəticəsində bu xəstəlikləri qazanmış ola bilirlər. Ona görə əgər hər hansı bir insanlarda bu kimi simptomlar varsa, ilk növbədə psixoterapiyaya keçmələri tövsiyə olunur. Bir də Nərgiz xanım, son olaraq bir sualım da var. Bu sonuncu sualımdır. Kofelər var arıqlamaq Hı üçün, hı. çaylar var müxtəlif və yaxud da iynələr, dərmanlar. Hı hı. Bunlar hansı, belə desək, problemlərə yol aça bilər? İnsanlar kofelərdən, qəhvələrdən, çaylardan istifadə edirlər, amma bunlar müvəqqəti bir nəticə verə bilər insana. Bəli, insan deyəcək ki, mən 1 ay içdim, arıqladım, amma bunlarda bildiyim qədər bağırsaq pozuntuları, mədə və digər xəstəlikləri gətirib çıxardır. Həmçinin gələcəkdə bu qalıcı keyfiyyətli kilo vermə deyil. Bu yenidən əgər beynimizdə hər hansı bir travmatik situasiya varsa, gələn aylar, yəni arıqlayandan sonrakı digər aylar yenidən həmən o funksiya, beyin həmən o funksiyasını bərpa edəcək və yenidən həmən kilolarını alacaq. Yəni beləliklə demək istəyirəm ki, o içdiyiniz çaylar, qəhvələr də əgər beyindəki proses dəyişməyibsə, travmatik situasiya həll olunmayıbsa, heç bir şey yaramır, əksinə zərər verə bilər insana. Nərgiz xanım, minnətdaram bir daha. Həqiqətən çox gözəl ümumiləşdirdiniz fikirlərinizi və mən son olaraq sizdən bir söz də almaq istəyirəm ki, ümumiyyətlə izləyicilərinizə, hətta bizim izləyicilərimizə nə demək istəyirsiniz? Hansı tövsiyələri verirsiniz Hı son hı. olaraq? İnsan olaraq bu dünyada təkamül etməyə gəlmişik. Verilişin əvvəlində biz bunu qeyd etdik. Təkamüllə başladıq, təkamüllə Bəli, bitiririk. ona görə də təkamül nə görə baş verə bilər? Necə ola bilər biz təkamül edək və inkişaf edək? Biz özümüzü dərk eləməmiş bunun bir xəstəliklərlə, kilolarla davam edəcəyik. Amma dərk eləyəndə, başa düşəndə, fərqinə varanda ayrı bir yolla gedəcəyik. Balansda, rahat. Yəni hər bir şeyimiz bizim şuuraltımızla bağlıdır. Bizim yaşadığımız həyat, münasibətlərimiz, bizim çəkimiz, bizim sağlamlığımız, bizim finansal vəziyyətlərimiz, bunlar hamısı bizim şuuraltımızla əlaqəlidir. Ona görə həmişəki kimi psixoloqun tövsiyəsi nə ola bilər? Şuuraltınıza diqqət Fərqində yetirin, olun və fərqində olun və oradakı travmatik situasiyaları həll eləyərək həyatınızı xoşbəxt yaşayın. Bəli, əziz izləyicilər. Mən Nərgiz xanıma söz verdim. Son olaraq o da sizə tövsiyə etdi ki, artıq çəki heç də təkcə piydən və yaxud da adi ətdən ibarət deyil. Biz əslində o piyləri sırf ruhumuzun qidası olaraq görməliyik və onları özümüzünküləşdirməliyik. Bir daha Nərgiz xanıma minnətdarlığımı bildirirəm. Bu gün biz kilodan danışdıq. Hətta biz kilodan daha çoxundan danışdıq. İzləmədə qalın. Eyni zamanda fikirlərinizi bildirməyi və yeni buraxılışımızda dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.